Uşaqlarla gəlmişik, o Qutqaşınlıda yerləşən bir təzə park var. Doğrudan da çox gözəl bir parkdır. Yəni burada uşaqlar üçün, əyləncə üçün bir sıra maraqlı attraksiyonlar var da. Məsələn, bu batut. Bu dəqiqə mən sizə göstərim onu. Bax, bu cür nə yelləncək. Yəni, əslində var, bayaq mən sizə göstərdiyim hamısı doğrudan da belə dəyərli, maraqlı uşaqlar üçün attraksiyonlardır, amma birindən başqa. Bax, dediyim bax budur. Bu attraksiyon burada hamısından çox yer tutur da. Əslində amma pis şey deyil. Amma bax, təsəvvür eləyin ki, bax, mənim oğlum bu dəqiqə istəyir o yuxarı çıxsın bura. Buranın yəni digər tərəflərini istifadə etmək üçün baba göstərirəm sizə, yuxarı. Ümumiyyətlə bax bu ümumiyyətlə nəyə lazımdır? Başa çıxartmaq olmur burada. Bu nə üçündür? Bax görürsüz. Yəni bu uşaqlar üçün məncə təhlükəlidir. Yəni insan öz boyuna uyğun olan yüksəklikdən yıxılsa, bu artıq bir travmadır da. Halbuki bax bu maraqlı belə attraksiyon birinci görüntüdən çox maraqlı görünür də. Ən çox hələ yeri tutan burada budur. Amma bunun məsələn Allah bilir indi buna nə qədər pul xərcləyiblər, nə qədər pul siliblər bunun bura yerləşdirməsində. Halbuki faydası bunun məncə çox aşağıdır. Yəni bunun yerinə daha faydalı, travmatik cəhətdən təhlükəli olmayan bir attraksiyonlar düzəltmək olar idi. Çünki burada elədir ki, bu çıxıb yuxarı indi, müəyyən bir səviyyəyə gəlib çatanda başlayacaq mənə narahat eləməyə ki, gəl mənə kömək elə. Yəni bu çəkilişin məqsədi odur ki, bəlkə bunu yəni kim burada icra edənlər hərdən bir fikir versinlər, baxsınlar, görsün ki, hansı attraksiyonlar yəni populyardılar, hansı attraksiyonları uşaqlar istifadə edir. Gələcəkdə yenidən bu cürlə parklar salınanda onlardan istifadə eləsinlər. Yəni bu birbaşa rəydir də. Elə bil, əgər istifadə edirlərsə, bu deməkdir ki, maraqlıdır, lazımdır. İstifadə etmirlərsə, boş-boşuna dayanırsa, digər məsələn hansısa bu tipli park salanda niyə yenə eyni bir şeyi qoymaq? Qəlbdən qəlbə bu qədər.